Beynəlxalq Təhsil Günü münasibətilə təşkil edilən onlayn sərgi uğurla yekunlaşıb. Sərgi həm yerli, həm də xarici rəssamlar tərəfindən böyük maraqla qarşılanıb. Layihə çərçivəsində ölkəmizdən 50 nəfərə yaxın rəssamın əsərləri sosial media platformalarında geniş auditoriyaya nümayiş etdirilib. Beynəlxalq Qalereya, Sabrino Art Gallery, World Art Club və Abşeron Gənclərin İnkişafı İctimai Birliyinin birgə tərəfdaşlığı ilə reallaşan layihənin yerli iştirakçılarına Beynəlxalq Qalereyanın ofisində sertifikatları təqdim edilib. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İskəndərova iştirakçıları salamlayaraq, sərginin yaradıcı gənclərin inkişafındakı rolunu vurğulayıb və rəssamlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Mərasimdə çıxış edən qonaqlar belə rəqəmsal layihələrin mədəniyyətlərarası mübadilə və təhsilin təşviqi baxımından əhəmiyyətini qeyd ediblər. Rəsmi hissənin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və tədbir xatirə fotolarının çəkdirilməsi ilə yekunlaşıb.